Salam hər kəsə, kanalıma xoş gəldiniz. Mən Nərgiz. Bu videoda sizə suallarınıza cavab verəcəm və öz təcrübələrimə bölüşəcəm. Hansı ki, bu təcrübələri mənə 10-cu, 11-ci sinifdə desəydilər, yəqin ki, balım indikindən də çox olardı. Əvvəlcə məlumat verim özüm haqqında. Mən Nərgiz, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda bu il 670 bal yığmışam və 4-cü ixtisas qrupuna seçim etmişəm. Yəni həkim olmaq, tibb universitetinə girmək haqqında. Burada zaten izləyicilərin çoxu 4-cü qrup şagirdləridir bildiyim qədərilə. Digər qruplarda məncə qulaq asa bilər. Ümumi fikirlər deyəcəm çünki. Əvvəla başlayaq suallardan. Suallardan biri o idi ki, hazırlığa neçənci sinifdən getmək lazımdır? Mən 4-cü qrup üçün deyirəm. Buraxılış fənlərinə 8-ci sinifdən getmək lazımdır. 4-cü qrupsunuzsa əgər. Çünki buraxılışı 10-cu, 11-ci sinifdə doldurmaq heç də düzgün bir şey deyil. Blok fənləri yetəri qədər ağırdır. Siz eyni vaxtda həm buraxılışa bazı yığıb, həm bloka bazı yığıb çatdıra bilmərsiniz. Ona görə 8-ci sinifdə bloka deyil də sadəcə buraxılış fənlərini, yəni Azərbaycan dili, riyaziyyat və ingilis dilində getməyiniz vacibdir ki, 8 və 9-da buraxılışın bazasını qoyasınız ki, 10-cu və 11-ci siniflərdə artıq rahat olasınız ki, mənim buraxılışım zaten yaxşıdır. Mən blok fənlərinə fokuslana bilərəm. Yəni mən 8-ci sinifdə getmişdim riyaziyyata, ingilis dilinə və ana dilinə və 9-cu sinif imtahanının nəticəsi də 297 bal idi 300 baldan. Ona görə də mənə şəxsən düşünürəm ki, mənim ən böyük öncəliyim buraxılışım oldu. Buraxılış imtahanından nə qədər yüksək bal yığarsanızsa, sonda nəticədə ümumi balınız o qədər yüksək olur. Bu il də məsələn buraxılış imtahanlarının bir qədər çətin, qəliz salındırılması, çətin deyil də qəliz deyərdim daha çox, vaxt aparan, düşündürücü. Şagirdlərin çoxsunda buraxılışın aşağı olmasına gətirdi ki, bu da ümumi ballarına bayağı bir təsir elədi. Çünki blok imtahanında zaten 4 səhv bir düz aparır. Bir də buraxılışda bal itirəndə ümumi balımız düzəməlli bir şey ola bilmir. Blok fənlərinə isə əslində məktəbdə əgər müəlliminiz tədris eləyirsə, məktəbdən baza tutub sonra hazırlığa 10-cu, 11-ci sinifdə getmək yetərli olar. Mən biologiyaya 9, 10, 11 getmişdim, fizikaya da həmçinin, amma kimyaya sadəcə 10 və 11-ci sinifdə getmişdim. Buradan kimya müəllimimə də salamlar. Həqiqətən çox gözəl keçirdim, metodlarına çox heyran qaldım. Sadəcə mən məktəbdə kimyanın üzünü də açmamışam. Kimyadan zəhləm gedibdi. Ən çətin fən idi mənə görə. Hər şey əzbərlə, reaksiya, düstur və s. Mənə sadəcə hazırlıqda keçiblər 10-cu və 11-ci sinifdə və mənim kimya nəticəm də maşallah çox qəşəng idi. Yəni ona görə məncə 10-cu, 11-ci sinif yetərlidir. Sadəcə məktəbdə bazanızı qursanız və yaxşı bir repetitor yanına getsəniz, yaxşı bir hazırlıq müəllimi seçsəniz. Sonra ikinci sualımız, gündə neçə saat dərs oxuyurdun? Gündə zaten 2 və ya 3 hazırlığım olurdu. Hər hazırlıqda 2 saat deyə götürsək, bir gün ərzində minimum olaraq 4-6 saat mən hazırlıqlarda dərs oxuyurdum. Bundan əlavə evə gəldikdən sonra da ev tapşırıqlarının yazılması, hazırlıq tapşırıqlarının yazılması da 1 saat, 2 saat vaxtım aparırsa, ilk vaxtlar minimum 5-7 saat dərs oxuyurdum. Lakin imtahana az qalmış ərəfədə dərs saatlarım biraz artırdı. Xüsusən də 10 saata qədər oxuduğum vaxtlar olurdu. Hansı ki, imtahanın son ərəfələridir. Dərs öyrənmirəm. Sadəcə test işləyirəm və test işləyəndə o qədər də yorulmur insan. Yəni 2 saat test işləmək rahat, amma 2 saat dərs oxumaq çətindir. Ona görə imtahanın son günləri biraz çox işləyirdim. Və üçüncü sual, hansı dərsliklər, hansı test vəsaitləri lazım idi? Düşünürəm ki, İstənilən qrup şagirdi, yəni istər 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, 4 fərq eləmir. Hamısının işinə yarayacaq vəsait köhnə illərin qəbulları, köhnə illərin buraxılışlarıdır. Çünki suallar təkrarlanır. Eyni sualı salmırlar, lakin sualın bənzərini, oxşarını, həmin mövzudan olan başqa bir sualı və mənə ən çox kömək edən də köhnə illərin qəbulları oldu. Son 5 ilin buraxılışlarını, 1-ci və 2-ci zonaları, son 5 ilin qəbullarını, 1-ci cəhd, 2-ci cəhd, dim sınaqları, bunların hamısını işləməlisiniz. İmtahana getmədən qabaq bunların hamısını işləsəniz və bir dəfə işləyib kənara qoyun demirəm. Dəfələrlə, yəni bugün işlədiniz, bir ay sonra yenə işləyin, bir ay sonra eyni testi yenə işləyin və görün səhviniz çıxır yoxsa çıxmır. Normalda işlədiyiniz testi səhvsiz yazmasınız. Səhvsiz yazırsınızsa kənara qoya bilərsiniz, amma hər hədə səhv çıxırsa, deməli sizin həmin mövzularda boşluqlarınız var. Həmin mövzuları doldurmalısınız. Mən şəxsən elə edirdim. İşləyirdim və görürdüm ki, mənim bu mövzuda yenə səhvim çıxır və həmin mövzunu açıb oxuyurdum və düşünürəm ki, bu mənim nəticəmi çox yaxşılaşdırdı. Əgər mən bunu etməsəydim, yəqin ki, nəticəm aşağı ola bilərdim.
Və sizə indi bəzi təcrübələrimi verəcəm. Xüsusən də 10-cu və ya 11-ci sinifsinizsə, bu sözlərimin altından xətt çəkin, yadınızda saxlayın. Biz bu il buraxılışda 2-ci zonaydıq çox şükür və 1-ci zonada girib çıxdıqdan sonra çoxları imtahanın çox çətin olduğunu, qəliz olduğunu, yaza bilməyəcəyimizi, hətta 2-ci zonanın da bu səviyyədə düşəcəyini öyrənəndə biz də panikaya düşmüşdük və mən oturub sualları analiz edirdim ki, suallar əslində tək-tək baxanda çətin deyil. Amma hamısını bir araya yığanda çox vaxt aparır və 3 saat ərzində bunları yazmaq, kodlaşdırmaq çox bayağı vaxt aparır. Və sizə burada bəzi taktikalar deyəcəm. Bunları özünüzdə qeyd eləyin. Belə eləsəz sizin də balınız yüksək ola bilər. Mən məsələn bu il buraxılışda 295 yığmışdım. Taktika 1. Başladığınız fənn çox vacibdir. Yəni sizə zaten ingilis seviyəsi listeninglə başlamalıdır. Normal imtahanlarda belə olurdu. Listening qoşacaqlar və siz listeningdən sonra şəxsən özüm listeningə qulaq asdım və keçdim qrammatikaya. İngilis dilinin qrammatikası zaten şablon suallardır, çox rahatdır. 7 dəqiqə, 8 dəqiqə oxuyan uşaqlar yaza bilir. Yəni oxuyanları nəzərdə tuturam. Yəni siz oxumursunuzsa belə 20 dəqiqə maksimum yazacaqsınız qrammatikanı. Lakin mətnə tələsməyin, çünki mətn həqiqətən vaxt aparır, oxumalısınız, tərcümə etməlisiniz və özünüzü yormayın, efor sərf eləməyin. Sadəcə mətnin altında axırıncı sualda esseyə baxın, görün essenin mövzusu nədir. Mən baxdım, dedim ki, hə, tamam yazaram bunu. Beynimdə artıq esseni qururam və keçdim riyaziyyata. Və riyaziyyata keçəndə əsla birinci sualdan başlamırsınız. Bu da taktika 2. Riyaziyyatı açırsınız. 7 dənə həlli ətraflı tələb olunan açıq çalışmalar var. Hansı ki, onları ayrıca bir vərəqdə siz həllərini yazmalısınız. Həmin sualları işləyirsiniz və əsla həmin sualları sual kitabçasının üstündə həll eləməyə başlamırsınız. Bizim otaqda uşaqlar var idi, həll eləyiblər, son moment, son an başlayıblar ki, tez-tez köçürməyə, çatdırmaq olmur. Yəni riyaziyyat da elə bir şeydir ki, bütün həlli ora yazmalısan. Əgər orada həlli yarımçıq yazsan, bal verməyəcək sənə, cavabın düz olsa belə. Ona görə həllini əvvəl şərtini oxuyun məsələnin. Görürsünüz ki, yaza biləcəyiniz bir məsələdir, qəliz bir şey deyildi. Yəni hesablamadır, ya sinus trigonometriyadır, ya bir məsələdir, asan bir şeydir də. Yəni bunu siz birbaşa sizin üçün verilən cavab kartında həll edə bilərsiniz. Birbaşa ora başlayın. Zaten cavab kartında hər hansı bir səhv eləsəniz, üstündən qaralayıb yenidən yaza bilərsiniz. Buna icazə var. Onun üçün hesablamalarınızı sual kitabçasında aparın, həllini ora yazın. Beləliklə vaxtdan biraz qənaət edəcəksiniz. Riyaziyyatın açıqlarını bitirdikdən sonra qapalılarına keçə bilərsiniz. Sizə asan gələcək, çünki açıqlar çox çətin olur. Çətinlərdən sonra qapalı sualları keçəndə bayağı bir asan da olacaq sizə. Sonra ana dilinə keçirsiniz. Ana dilinə keçəndə əsla birinci qrammatikadan başlamayın. Qrammatikada 10 dənə sual olur və çox çətin olur. Yəni bizim üçün çox çətin salmışdılar. Çətin deyil də vaxt aparanı idi. Yəni düşünürəm ki, gələn il bundan da ağır olacaq. Yəni hər il daha ağırlaşdırırlar. Qrammatika sizə zaten 25 bal verir və hamısı da qapalı sualdır. Səhv də düzünüzü aparmır. Siz birinci başlayın mətni yazmağa. 2 mətni yazın, qutarın ana dilindən. Sonra qrammatikaya keçin. Yəni vaxtınız çatmasa belə 10 dənə sualı ata bilərsiniz də. Yəni A, B, C-də bir variantlar atarsınız və 2-3 dənəsə tutanda bal verəcək sizə. Zaten 25 bal sizin üçün çox vacib bir şey deyil. Əsas mətnlərdir. Sizə bal verən əsas mətndir. Vaxtınızı mətnə xərcləyin. Qrammatikaya yox. Çünki mənim qrammatikada bir dənə sualım var idi. 20 dəqiqəmi apardı. Bir sual. Hətta o 20 dəqiqə ərzində mən sualın cavabını tapmadım. Sadəcə çıxdaş elədim. Artıq gördüm, həqiqətən sualın cavabını tapa bilmirəm. Mənlik deyil də. Yəni beynim artıq donubdu. Qarşımaş olmuşam orada. Götürdüm bir-bir çıxdaş etməyə. A variantında bu hərf düz deyil. Burada bu deyil. Burada bu deyil. Yəni axırda qaldım 2 variant arasında. Özümü məcbur eləyib bunu çıxın, bu qalsın deyib seçdim. Ona görə qrammatikanı axıra saxlaya bilirsinizsə saxlayın. 10 sualda atarsınız, tutar, tutmaz. Yəni 25 baldır. Bu sizə ikinci taktika. Sonra keçdik blok imtahanına. Bloka keçmədən qabaq bir şey deyim. Həm buraxılış, həm blok üçün yoxlayın. Yoxlamadan heç nəyi köçürməyin. Mənim 9-cu sinifdə 300 yığmama səbəbim yoxlamamaq idi. Yazdım, bitirdim. Ana dilini təzədən yoxladım, ingilis dilini təzədən yoxladım. Riyaziyyata dedim ki, yoxlamayım, onsuz da asan idi və gəldi riyaziyyatdan çox elementar bir hesablama səhvi. Daha sonra gələk blok imtahanını necə işləməlisiniz? Sizə blok kitabı gələcək və sizə hansı fənn çox vaxtınızı aparırsa və çox sevirsinizsə, ondan başlayın. Mən kimyanı sevirdim. Çünki riyaziyyatla çox bağlı idi və
Mənə görə biologiya işləmək daha çox yorurdu məni, amma kimya işləmək az yorurdu. Amma bu sizə fərqli də ola bilər. Sizə bəlkə biologiya daha rahat gələ bilər, ya fizika rahat gəlir. Amma fizikaya başlamayın. Fizika 100 bal verir 4-cü qrupda. Fizikanı axırıncı yazarsınız. Həmişə ən çox bal verənləri qabağa salın. Bu sizə birinci qızıl taktika olsun. Mən kimyadan başladım. Saat aparmışdım imtahana. Saatı mütləq aparın. Otaqda saat olacaq. Nəzarətçidən saat soruşacağam. Belə bir şey yoxdur. Qolunuzda bir dənə saatınız olsun və özünüz nəzarət edin. Hər fənnə ayırın ki, məsələn 180 dəqiqəm var, hər fənnə düşür 60 dəqiqə, 45 dəqiqə işləyəcəm, 15 dəqiqə kodlaşdıracağam və kodlaşdırmanı axıra saxlamayın qətiyyən. Bir fəndi bitirdiniz, ikincini bitirirsinizsə, yarısındadırsa, hərdən olur da bəzi suala gəlib çatırsan, donursan da sual getmir. Həmin vaxtda fasilə verin, başlayın kodlaşdırmalarınızı eləyin, yoxlaya-yoxlaya. Yəni bu sizə həm beyninizi biraz dincəldəcək, suala rahat keçəcəksiniz, həm də ki, vaxtınızdan qənaət edəcəksiniz. Və gələk işləmə şeyimə, taktikama. Mən birinci kimyadan başladım. Açdım kimyanı və saatıma da baxırdım. Saatımı mən qabağa qoyub işləyirəm ki, 10 dəqiqə də əlavə vaxtım olsun. 10 dəqiqə qabağa çəkirəm ki, özümü daha belə Survivor içində hiss etdirim. Kimyaya başladım. 50 dəqiqə vaxtım getdi mənim kimyanı bitirməyimə və kimyanı bitirdikdən sonra onu kodlaşdırdım. 10 dəqiqədə kodlaşdırmama vaxt getdi. Sadəcə kimyada 2 dənə sualı kodlaşdırmadım. Ondan da qaranlıq qalmışdım. Daha doğrusu əmin deyildim ki, mən düzmü xatırlayıram, yoxsa səhvmi xatırlayıram. 2 dənə elə qəliz sualım var idi. Sonra keçdim biologiyaya. Biologiyanı çox tez qurtardım. 20 dəqiqəyə falan qurtarmışdım biologiyanı. Amma biologiyanı təzədən yoxlayırdım. Biologiyada sadəcə 5 dənə sualdan müəmmalı idim. 5 dənə sualda 2 variant arasında qalmışdım. 5 dənə sualda, yəni sualları belə burada arxaya yazmışdım ki, imtahanın axırında 5 sual biologiya, 5 sual fizika. Fizikada da 5 dənə məsələdə yəni xırda şeylər idi əslində. Vahidi düz xatırlaya bilirəmmi, çevirə bilirəmmi, belə şeylər. Yəni onları saxlamışdım. İmtahana hardasa 1 saat qalmış mən artıq bitirmişdim və həmin o qəliz qaldığım sualların üstünə düşdüm. Situasiyaya təzədən baxdım, bunları yoxladım. Gördüm artıq hər şey yolundadır. Day olanla ölənə çarə yoxdur deyərəkdən götürdüm, kodlaşdırdım və kodlaşdırdıqdan sonra çıxdım. İmtahandan çıxdım, işte evə getdim. Axşam etalon çıxdı, etalonla yoxladıq. Etalonla yoxlayandan sonra gördüm ki, artıq 29 dənə kimya yazmışam, 29 dənə fizika yazmışam, 28 dənə də biologiya yazmışdım. Videonun sonuna gəldik. Sizə indi videonun qısa xülasəsini izah edəcəm. 5 dənə taktika və bu 5 taktika ilə mükəmməl nəticə əldə edəcəksiniz. Taktika 1. Köhnə illərin qəbul və buraxılışlarını dönə-dönə işləyin, səhvlərinizi analiz edin, səhvlərinizin üstündə çalışın. Taktika 2. İmtahanda sizə ən çox bal verənlərlə başlayın. 25 ballıq qrammatika Azərbaycan dilində sizə bal vermir, amma 75 ballıq mətnlər bal verir, ona üstünlük verin. 150 ballıq ixtisasları birinci, 150 ballıq fənləri birinci yazın blok imtahanında. Taktika 3. Dərslikləri, nəzəriyyələri, testləri işləyin, yəni dimin toplularını, birinci və ikinci hissələrini işləyin. Orada sualı boş keçməyin. Sualların əksəriyyəti dimin testlərindən düşür. Taktika 4. Özünüzə inanın. Həqiqətən inandığınız şeylərin çoxusu alınır və nəticənizin az olmasına görə qorxmayın. Mən sentyabr ayında imtahanlara girəndə nəticəm 670 gəlmirdi. Nəticəm 500 neçə gəlirdi, 610 gəlirdi. Yəni mən gözümü açanda bu balı yığmağa başlamamışam. Və taktika 5. Hazırlıqlara düzgün sinifdən gedin. 10-cu, 11-ci sinifdə hazırlığa getməyə başlamayın. Yəni buraxılış fənləri üçün deyirəm. Hazırlığa buraxılış üçün 8-dən 9-dan gedin, blok üçün 10-11-də gedin və hazırlıqda birinci baza ilinizi düzgün qoyun. Yəni məsələn 8-ci ili həqiqətən oxuyun. 8-ci il işiniz, gücünüz oxumaq olsun. 9-da oxumasanız da olur. 9-da sadəcə təkrarlayın. 10-cu sinifdə blok fənlərini həqiqətən oxuyun. 11-ci sinifdə sadəcə təkrarlayın. Budur sizə məsləhətim və bunları eləsəniz əminəm ki, sizin nəticəniz bu il ərzində, gələn il ərzində və ya o bir illər ərzində çox daha yüksək olacaq. Hər birinizə təşəkkürlər. Əlavə suallarınız olarsa, daha da maraqlı bir suallar, cavabını istədiyiniz suallar, hamısını yorumlara yaza bilərsiniz, hamısına bir-bir cavab verəcəm. Növbəti videolarda görüşənə qədər hələlik.